Amma buna nail ola bilmir. Bəli, burada maraqlı bir paradoks var ki, sahibkar göstərdiyi işin dərinliyini bilir, ancaq bir müddətdən sonra o sürəti böyüyə bilmir. Burada məqsəd proseslərin düzgün ötürülməməsi və delegasiya olunmamasıdır. Xüsusilə də məsələn sahibkar öz işini övladına ötürəndə də burada problem yaşaya bilir. Özünə bir varis seçəndə də problem yaşaya bilir. Yeni işçi götürəndə də bu sıxıntılar olur. Bunlar necə əmələ gəlir? Deməli, mənim özüm ixtisaslaşdığım sahə ISO standartları idarə etmə sistemləri üzrədir və orada belə bir standart var. ISO 9001 2015-də keyfiyyət idarə etmə sistemi var. O idarə etmə sisteminin içərisində maraqlı bir cümlə var. Həmin standartın 7.1.6-cı maddəsində belə bir kəlmə işlədilir. Təşkilatı bilik. İngiliscə buna da organizational knowledge-dir. Bir şirkətin böyüməsi üçün ən açar ifadə budur. Təşkilatı bilik nədir? Şirkətin içində 3-5 nəfərlə qurulan bir biznes yaxşı şəkildə böyüyür və hər bir şəxs öz işini bilir. Ancaq bu bilinən bilgi həmin şəxslərin beynində qalır və yeni əməkdaşlara ötürülə bilmir. Yeni gələn partnyorlara göndərilə bilmir, öyrədilə bilmir və nə baş verir? Sabah şirkət artıq öz yerində saymağa başlayır. Köhnə işçilərdən biri çıxıb getdiyi şəkildə həmin proses olduğu kimi dayanır, yeni gələnlər bilmir hardan başlasın və böyümə əvəzinə getdikcə kiçilməyə məruz qalır. Sonra sahibkar deyir ki, biz işçi tapa bilmirik, insanlar etibarlı deyil, xəyanət edirlər, çıxıb gedirlər başqa şirkət. Əslində burada bir xəyanətli bir şey yoxdur. Şirkət əgər öz daxili proseslərini, prosedurlarını, axışlarını yaradıbsa, yəni kiçik bir akademiyasını qurubsa, istənilən adam ora sürətlə adaptasiya eləyə biləcək, yerinə çıxan adamın yerinə adam götürə biləcək və özünə də varis təyin eləyə biləcək. Bunlar yoxsa təbii ki, ömür boyu risk altında qalacaq.